Rusiyanın İstanbulda məhsuldar danışıqlara hazır olduğuna şübhə ilə yanaşan Ukrayna prezidentinin proqnozları ilk işartılarını büruzə verməyə başlayıb. Rusiyanın strateji aviasiyasının məhvi ilə nəticələnən hörümçək toru sözün əsl mənasında danışıqları düyünə salıb. Məhz bu əməliyyatın nəticəsi kimi Rusiyanın İstanbul danışıqlarında Ukraynadan qisası ağır oldu. Türkiyənin ev sahibliyi etdiyi platformada Rusiya qarşı tərəfə sülh memorandumunu təqdim edib. İlk baxışdan sənədin birinci hissəsi uzun müddətdə sülhə nail olunmasını, ikinci hissəsi isə tam atəşkəsin mümkünlüyünü hədəfləsə də bu Ukrayna üçün ölüm-qalım məsələsidir. Sənəddə Ukraynada seçkilərin keçirilməsi və yalnız bundan sonra sülh müqaviləsinin imzalanmasının mümkünlüyünə işarə edilir. Lakin müharibə şəraitində olan bu ölkədə seçkilərin keçirilməsinin qeyri-mümkünlüyü məsələsi açıq olaraq qalır. Memorandumda qeyd olunub ki, Krım, Lugansk, Donetsk, Zaporojye və Xerson vilayətləri Rusiyanın bir hissəsi kimi hüquqi olaraq tanınmalıdır. Nəticədə Ukrayna silahlı qüvvələrinin bölmələri və digər hərbiləşdirilmiş birləşmələr bu ərazilərdən tamamilə çıxarılmalıdır. Bir sözlə Ukrayna həm ərazi güzəştinə, həm də seçkilərə məcbur edilir. Bu şərtlər faktiki olaraq sənədi sülh memorandumuna yox, bir kapitulyasiya sənədinə çevrilir. Təqdim olunan tələblər hətta birinci İstanbul razılaşmasından belə daha ağır tələblərdir ki, bu da heç bir halda nəinki Zelenski hakimiyyəti tərəfindən, hətta Ukraynada hakimiyyət dəyişikliyi olsa belə hər hansı bir başqa hakimiyyət tərəfindən də qəbul olunması şərtlər deyil. Rusiyanın bu günləri bu şəkildə ağır şərtlərlə çıxış etməsinin əsas səbəbi hələ də masa arxasında əlinin güclü olması ilə bağlıdır. Rusiya seçkilərdən sonra Ukraynada yeni dövlət orqanlarının formalaşdırılması tələbini də irəli sürüb. Sülh sazişinə dair tələblərə gəldikdə isə sənəd BMT Təhlükəsizlik Şurasının qanuni qüvvəyə malik qətnaməsi ilə təsdiq edilməlidir. Ancaq bundan sonra müqavilənin ratifikasiyası, qüvvəyə minməsi və həyata keçirilməsi gözlənilir. Bəndlər içərisində yalnız biri Ukraynanın lehinə qiymətləndirilir. Həmin nüans isə döyüşdə həlak olmuş 6000 Ukraynalı hərbçinin bu ölkəyə qaytarılmasıdır. Təbii ki, bunu Avropa dövlətləri tərəfindən də ABŞ tərəfindən qəbul edilə bilməz. Çünki Rusiya həyata keçirdiyi bu təzyiq siyasəti Ukraynanın ərazi bütövlüyünü, suverenliyini pozur və bu gələcək perspektivdə digər ölkələr üçün president olar. Çünki güc tətbiq etməklə dövlətlərin ərazi bütövlüyünün pozulması növbəti mərhələlərdə yeni bir mənfi proseslərə gətirib çıxara bilər və bu da təbii ki, BMT-nin qüvvədə olan hüquqlarının və qanunlarının ümumiyyətlə tətbiqi demək olar ki, sıfırlana bilər. Zelenski, Amerika ve Avrupa tarafından terk edilmekle karşı karşıyadır. Ve Amerika bu konuda açık konuşmuştur. Bununla beraber Zelenski'den Ukrayna seçimlerinin yenilenmesi talebi de savaş döneminde oldukça zor görülmektedir. Bir yandan savaş, bir yandan Ukraynalıların topraklarını terk etmesi ve bir kısmının yurt dışına çıkmış olması seçimlerde oldukça sekteye ortacak bir diğer nedendir. Rusya bunlarla çok iyi bildiğinden dolayı olabildiğince ağır şartları öne sürerek Zelenski'yi bu şartlar üzerinden barışa, ateşkəsə ikna etmeye çalışmaktadır. Analitiklərin proqnozlarına görə tərəflər arasında baş tutmuş danışıqların ikinci raundu Ukrayna üçün pozitiv heç nə vəd etmir. Memorandumla tanışdığından sonra Volodymyr Zelenski və komandasının necə bir manevr edəcəyi isə hələlik zamana bağlı məsələ kimi səciyyələndirilir. Zeynəb Mirzəyeva, Real.